Selam ve saygılar aziz ve hürmetli soydaşlarımız. Dünyanın arasında bizi izlersiniz. Hamımıza selamlar, saygılar. Güney Azerbaycan Kurtuluş Partiyasının kurtuluşun sözüyle sizinle birlikteyim. Yine bu günleri o fürsətlərdən birisi və birlikteyiz. Umarım ki bizim bu verilişlerimiz sizin gönlünüzce olur ve bizi takip etmeye, bizi izlemeye lütfen devam ediniz. Aziz soydaşlarımız, bugün bildiğiniz kimin 21 Azar'ın akşam sayıları ve sabah artık 21 Azar bizim milli hükümetimizin il dönümü. Bir illik milli hükümetimiz 1945-46 ildə bizim ölkəmizə nələr gətirdi və bizim millətimizə nələr verdi. Bunu zaten ister istemez bir çoxlarımız demək ki bilirik və bir çoxlarımız bu tarixi yaşayanlardan çox öyrəndik. Bəzilərimiz hala o günləri yaşayıblar və o günlərin xatirələri ki o zaman çox uşaq idilər. İlk dəfə olaraq öz dillərində, öz ana dillərində, öz türkçəmizdə demək məktəblərə getirdilər. Bunu xatırlayırlar. Xatırladıkca da təbii ki gözlər dolur, ürəklər parçalanır. Əlbəttə ki bir illik milli hükümetimiz, bir illik milli dövlətçiliyimiz və bir illik yaşam haqqı əldə etmək hər millətin demək ki ana haqqı kimi olduğu halda bizim üçün en büyük demiyorlar ki mücadele hakkı, en büyük savaş hakkı, en büyük demiyorlar ki məğlubiyyətlər və zəfərlər haqqı kimin sayılır. Yani elə bir durumda, elə bir vəziyyətdə düşüb qalmışıq ki artık demiyorlar ki hardan başlayaq, hardan deyək, hardan eşidək, hardan eşitdirək, artıq kimsə bunu kəstirə bilmir. Amma mücadilə, mübarizə və dirəniş devam etməkdədir və biz yolumuza devam edirik. Bu günləri 80 il bizim milli hükümətimizdən geçti. Bu 80 il milli hükümətimizdə əlbəttə ki başta şəhid pişəvəri olmaqla millətimiz o bir ili necə yaşadı və necə onu sevdi, necə onu şənliklə həyatına qatdı və necə bir ildən sonra faşistçı sistem və rejim və onun ərbabları demək ki o qəddarlar kimi millətimizə çökdülər, millətimizin üzərinə çökdülər və qırdılar ki qırdılar. Bir ayın içinde, 2 ayın içinde 30 bin insanımızı qətliam etdilər və ya insanlarımızı öz əlləriyle qardaşa qırdırdılar, əmini əmiyə qırdırdılar, bacını bacıya düşmən etdilər və çoxlu insanlarımız demiyorlar ki cəlahi vətən oldular, çəkildilər, getdilər və bir ömür vətən həsrətində yaşadılar da, öldülər də, hər zaman özlərini qəribdə hiss etdilər, qürbətdə hiss etdilər. Baxmayaraq ki, vətəndən vətənə köçmək deyərlər ki, qürbət deyil, qəriblikdir, amma o da qəriblikdir. O da qəriblikdir. Yəni, əgər sənin öz bayrağın, öz torpağında, öz dövlətin, öz ölkəndə hükmran deyilsə, demək ki, sən qəribsən. Fərq etmir, nə olursa olsun. Doğrudur. Demək gedənlər hara getdilər? Bir çoxları getdilər Azərbaycanımıza. Azərbaycanımızdan Azərbaycanımıza getdilər. Amma o Azərbaycanda demək qalxan və əsən və yüksələn bayraq Güney Azərbaycanda yüksəlmədi. Güney Azərbaycanda millətimiz əsarətdə qaldı. Güney Azərbaycanda millətimiz fişar altında qaldı və 80 ildir bu demək ki millətimizin üzərində olan baskı devam etməkdədir. Hələ ona üstünə gəl, demək bir 20 ildə üstünə gəl. Yəni 1925-ci ildən indiyənə qədər 100 ildir biz
əsarətliyik. 100 ildir dövlətçiliyimizi əldən verdik. 100 ildir özgə dövlətin, özgə demək ki, hakimiyyətin və yabancı kimsələrin əlində qaldıq. Ancaq bizə yaraşan nədir? Biz Türk'ük. Biz Azərbaycan Türk millətiyik. Biz Azərbaycan milli hərəkatıyıq. Bizə yaraşan yılmazlıq, bizə yaraşan mübarizəyə, mücadiləyə gönül vermək. Gönül deyil, tək gönül deyil, can vermək. Tək can vermək deyil, bütün varlığımızı, vücudumuzu vermək lazımdır. Bizdən qoparan düşmənin o əllərini qıracağıq. Bizdən kimliyimizi, varlığımızı çalan düşmənimizin, milliyin bütün zülmlərinə nəinki təkcə öz vətənimizdə, azad vətənimizdə, bəlkə dünya çapında onların hamısına ədalət məhkəməsi quracağıq. Biz faşizmi kimin zalim deyilik. Biz başqa millətlərin, heç bir millətin, fas millətinin və üstəgəl dost millətlərimizin heç birinin kimliyinə göz dikmərik. Bizim ancaq və ancaq göz dikəcəyimiz öz varlığımız, öz dövlətçiliyimiz və insaniyyətimizdir. Və bu insaniyyətimizi heç bir şeyə dəyişmərik. Çünki bizim millətçiliyimiz, Azərbaycan Türk milliyyətçiliyi, Azərbaycan türkçülüyü əsasən insan üzərində qurulmuşdur. Əsasən insan üzərində qurulub. Nə dövlət, nə millət. İnsan üzərində qurulub. Çünki dövlət də və millət də insanındır. Və biz bu yolda canımızı da fəda etməyə hazırıq. Əziz soydaşlarımız, 80-ci il dönümü münasibəti ilə milli hökumətimizin quruluşunu sizlərə təbrikləyirik. Baxmayaraq ki, bir il sonra milli hökumətimizi bu cəllad faşistlər qana bələdilər. Amma biz bunu sabit etdik ki, demək ki, bu arxa gələn su bir daha gələcəkdir. Bir daha biz hakimiyyətimizi, Azərbaycan milli hakimiyyətini, Azərbaycan dövlətçiliyini quracağıq. Amma bu dəfə öz gücümüzə bağlı, bu dəfə öz gücümüzə dayalı, bu dəfə öz enerjimizə, millətimizin gəncliyinə, öz ideologiyamıza, öz türkçülüyümüzə dayalı, öz vətənçiliyimizə dayalı, öz Azərbaycanlığımıza dayalı bu milli dövlətçiliyimizi quracağıq. Və onda deyəcəyik ki, biz demək olar ki, baxmayaraq bütün məğlubiyyətlər bir tərəfə qalsın. Bir qalibiyyət gəldisə, bu qalibiyyət əbədiyyətlə bizim millətimizin olacaqdır və bunda kimsənin də şübhəsi olmasın. Hər kəs, bütün güclər hamısı belə bir araya gəlsələr, bir arada toplansılar, toplaşsalar, bizim bu iradəmizi sındıra bilməyəcəklər. Çünki 40 milyon Güney Azərbaycan türkü, 50 milyon, 55 milyon Azərbaycan türk millətinin böyük hissəsidir. Biz bunu gələcəyimizə borcluyuq, gələn nəsillərimizə borcluyuq və bu gələn nəsillərimizə biz dövlətçiliyi təslim edib və bu dünyadan gözü açıq, gözü sevinə və gözümüzdən demək ki, sevinc yaşı dökülə köçməliyik. O günün arzusu ilə inşallah. Amma bizim bu günləri demək ki, bu 80-ci il dönümü münasibəti ilə qərib bir mücadilə, mübarizə və igidliyimizlə meydandadır. Əziz soydaşlarımız demək olar ki, zindanlarda, mücadilədə
el-ele, çiyin-çiyinə, omuz-omuza, bütün eşikdə olan pürüzlərinə, bütün eşikdə olan bəzi mən bəyəndim, sən bəyənmədin, sən bəyəndin, mən bəyənmədim deyə bu sözlərinə rəğmən hamısı orada çiyin-çiyinə mücadilə verib və hamısı orada demək olar ki, millətimizin şənini, millətimizin ucalığını, millətimizin yüksəlməsini və yüklü olduğunu, böyük olduğunu göstərməkdədirlər. Hamısına buradan eşq olsun. Hamısına buradan can sağlığı arz edirik. Onlar bizim Azərbaycan Milli Hərəkatının simvollarıdırlar, simgələridirlər, mücadilə simgələridirlər. Hər birisi, ad vermədən hər birisi, amma 2 nəfərdən ad çəkmək gərəkir. Demək ki, Vədud Əsədi və Tahir Nəqəvi. Vədud Əsədi və Tahir Nəqəvi, bu 2 əzizimiz bu günləri 44 gün, artıq 45 günə geçdi. 45 gündür demək olar ki, aclıq aksiyasındadılar. Ölüm orucu tutmuşlar bu əzizlərimiz. Nədən? Niyə? Bizə insan kimi yanaşın deyə. Bizə siyasi dustaq kimi yanaşın deyə. Bizə Azərbaycan Milli Hərəkatının haqlı tələblərini ortaya qoyan bir kəsim kimi və bu rejimdən, bu vəhşi sistemdən insanlıq tələbi əldə etmişlər. Bu verilməyincə demək ki, 45 gün bundan öncə aclığa başladılar və bu günləri öz dediklərinin, öz iradələrinin, öz igidliklərinin üzərində dayanmışlar. Amma əzizlər, Tahir, əziz Vədud, sizin həyatınız Azərbaycan Milli Hərəkatı üçün çox önəmlidir. Siz qəhrəmanlıq göstərdiniz, siz igidlik göstərdiniz. Siz 45 gündür demək olar ki, bu rejimi ayaqdan astınız. Bu rejim sizin vasitəsilə məğlub duruma düşdü, məğlub vəziyyətə düşdü. İnanınız ki, siz qalib gəldiniz. İnanınız ki, Azərbaycan Milli Hərəkatı qalib gəldi. İnanınız ki, haqq qalib gəldi. Ona görə də dünənləri demək ki, Tahir Nəqəvini tərmətələsik götürürlər və Behtariyə götürürlər, sonografiyə götürürlər. Ağır vəziyyətdə olduğuna baxmayaraq, yenə qəbul etmir ki, demək ki, mən əyağımda bəndlə getməliyəm. Qəbul etmir bunu. Yenə qəbul etmir ki, mən zindan paltarı ilə gedəm. Qəbul etmir bunu. Və ona görə də qeydir. Qayıdır ona görə də deyir ki, mən sizin dediyinizlə deyil. Əgər bu mənim insani haqqımdır, bu insani haqqa insan kimi davranış ortaya qoymalısınız və məğlub edirsən Tahir. Sən və Vədud hər ikiniz bu rejimi məğlub etdiniz. Və ona görə də lütfən son veriniz artıq. Sizin vücudunuz, bir daha demək istəyirəm, Azərbaycan Milli Hərəkatına lazımdır, vacibdir. Siz bu günləri özünüz üçün deyil, siz bu günləri millət üçün, millətin malı oldunuz. Millətin malı olan insan özünə artıq düşünmür, artıq millətinə düşünür. Və siz bu millətin malısınız. Bu millətin hərəkatının demək olar ki, öndə gedənlərisiniz. Və sizin olmağınız, bu millətin önündə olmağınız vacibdir, lazımdır. Sizin ölünüz şəhid olar. Şəhid olar. Kimə? Əmanilərə və demək ki, başqa əzizlərimizə qoşularsınız. Həsən Dəmirçilərə, ondan sonra Döktür Zehtabılara, ondan sonra Bəxtavərlərə, bunlara qoşularsınız, tariximizdə qalarsınız. Amma sizin bu günləri vücudunuz, sizin bu günləri iradəniz, bizim millətimizə verəcəyi gücü düşününüz, verəcəyi enerjini düşününüz. Bu enerjini millətimizdən almayın. Siz bizə lazımsınız. Ona görə də biz Güney Azərbaycan Qurtuluş Partiyası olaraq və mən onun partiyanın bugünkü başkanı olaraq umaram ki,
sabahları mənim yerimə gənclər gələcəklər. Bu hərəkatımızı davam edəcəklər. Bu hərəkatımız ta istiqlaliyyətimizə qədər davam edəcəkdir və gedəcək qabağa. Umarım bugün bir gün olacaqdır və o ümidlə də yaşayırıq. Amma sizlər bizim hərəkatımızın gənclərisiniz. Sizlər bizim hərəkatımızın enerjilərisiniz. Bu enerjini millətimizdən almayın lütfən və son verin. Və bir daha demək istəyirəm, KDP olaraq, Güney Azərbaycan Qurtuluş Partiyası olaraq sizdən təmənna edirik, sizdən xahiş edirik. Və lütfən millətinizə qayıdınız. Millətin sizə ehtiyacı vardır. Əziz soydaşlarımız, yenə bir neçə gündür demək ki, Güney Azərbaycanda tutuklar, hər gün tutuklamalar var. Hər gün demiyorlar ki, baskılar vardı. Bizim demək ki, necür deyim, Xanım Sədəqiyanə, Nəqəbinin, Tahir Nəqəbinin xanımısı və vəkil, özü də vəkil tutuldu. Gəlinlər evindən götürürlər, aparırlar və çox ağır təhqirlə evini bütün tarırlar. Demiyorlar ki, internetini, bilgisayarını, mobilini, hər bir şeyinə əl qoyurlar. Ancaq 3 saat, 4 saatdan sonra qayıdır evinə. Saxlaya bilmirlər biləsin. Çünki əllərində heç bir şey yoxdur ki, bunu da ötürsünlər demək ki, eşinin və həyat yoldaşının yanına. Culfada Yılmaz əzizimiz, demək ki, Yılmaz bizim çox dəyərli gənc milli faalımız Mehral bəylə. Bu artıq yenidən istənilibdir və yenidən özünü demək ki, məhkumiyyət almaq üçün mərufçuluq etməlidir özünü və ehsariyyə gəlib biləsinə Culfadan. Sonra Şəbistlərdən Hüseyn Əmaniyə Nadarlı tutuldu Şəbistlərdən və o da demək ki, tutuklularımızın yanına getdi. Təbrizdən İbrahim Asmanını tutdular. Yenə bunlar hamısı bizim milli hərəkatımızın demək ki, aparıcıları, gücləri, qüdrətləridirlər. Rejim baxmır ki, hansı şəhər olsun, nə olsun, nə olmasın, ancaq rejimə ancaq bir şey vardır. Azərbaycan milli hərəkatı ayaq tutmamalıdır. Çünki Azərbaycan milli hərəkatı ayaq tutarsa, demək bu rejimin sonu gəlmiş.